Yəni biz artıq neçə ildir də biz bu ibadətdəyik, əlhamdülillah, dəvətdəyik birbaşa. Terror da görmüşük onlar tərəfindən neçə dəfə. Mən bilirəm ki, təhlükə hər an var. Kimsə mənə bunu tapşırmayıb, bu onlarla mübarizə yapar. Mənə dinim tapşırıb. Quran, bir də Peyğəmbərimiz. Mən məsciddə olmamışdan qabaq da onlarla mübarizə apardım. Lakin nəyi onu demək istəyirdim ki, yəni onlarla mübarizə təbii ki, əsas ən birinci fikir mübarizəsidir. Əlbəttə. O saat mübarizə bir dənə biz tərəfdən gedir. Bəli. Bunu etiraf eləmək lazımdır. Yəni düzdür, onlar tutulur, 15 il yatır türmədə, zindanda. Lakin sual verilir, düzəlir. Ya düzəlmir. Fikir bir dəfə beynə girib. Düzəlmir. Çünki nümunə deyim, bir dənə çox istəyirəm. Bağdadi də yatmışdı türmədə. Zəvahiri də yatmışdı bilirsiniz, türmədə. O adamları... Türmə onları islah eləmir. Mən sizinlə, bilirsiniz, yenə geniş mövzudur. Mən onları müzakirə elə, onların üstə dayanmaq istəmirəm. Ne üçün? Ola bilsin, onlar hansısa dövlətə qulluq olunmuş, hazırlamış adamlar idi. O heç. Onlarla götürməyək biz. Bu hələdir. Yəni, ola bilməz ki, adam tək gəlsin, yıxsın ətrafına və iki ölkənin böyük bir ərazilərini götürsün. Aydın, 50 milyard pulu kontrol. Yəni, siz mən onlardan danışmaq, onların üzərində qurmaq istəmirəm söhbəti. Mən də istəyirəm. Sadəcə nümunə yaxşıydı ki, onlar islah olunmurlar. Yəni, bilirsiniz, islah oluna bilər. İslah oluna bilər. Fikirlə. Lakin müəyyən addımlar atılmalıdır. Müəyyən addımlar birinci evdən. Yenə deyirəm, bu tək adamın işi deyil. Özə bu radikallıq, biz indi dini radikallıqdan danışırıq da. Radikallıq hər şeydə ola bilər. Əlbəttə. Hər şeydə ola bilər. Yəni biz radikal türkçü də var. Radikallar, bəli. Yəni biz deməli dini cəhddən müzakirə edirik. Burada bir dəfənin işi deyil. Burada valideyn, məktəb, burada məscidlərin böyük rolu var. Məscidlərin, xütbə verənlər. Narazısınızmı verilən xütbələr? Narazıyam. Bir-iki dəfə də bildirmişəm bunu. Çünki yox, mən hamısına toxunmaq istəmirəm. Onların içində yaxşı danışanlar da var, mövzuları. Lakin bilirsiniz, məscidin imamı ölkədə vəziyyəti nəzər almalıdır, dünyada prosesləri. Nəzər almırlar. Və baxmalıdır, hansı daha münasib fikirdir. Çünki məscidə gəlirlər, yeganə yerdir ki, insan gəlir 15 dəqiqə, 20 dəqiqə, yarım saat oturur sakit, yalnız sən ona qulaq asmalısan. Danışmaq da olmaz. Yeganə məclis dünyada yoxdur. Mən cümə xütbəsində olmuşam. Orada o imamların böyük təsiri ola bilər. Məsələn, insanların fikirlərini düzəltmək üçün, dini cəhətdən, düzgün İslam təbliğ olunsa, düzgün o şübhələri gətirmək. Şübhələr nədir? Onları düzgün başa salmaq üçün ən gözəl yerlərdən biridir ora. Onlardan istifadə etmək lazımdır. Çünki fakt budur ki, bilirsiniz, onlar tutulurlar, düzəlmirlər. Tam səmərəli istifadə olunmur. Bəli, yox, tam səmərəli, onu demək istəyirəm ki... Mən xavaricilərlə mübarizə aparıram. Bəli, indi də sonacaq. Bu mübarizəyə cihad demək olar. Əlbəttə, bu cihadın bir növüdür.